Sən savadlı adamsan. Sən çox kitab oxumusan. Məni başa sal görüm. Bax, bolşeviklər, bir də menşeviklər. De görüm, bunların arasında nə fərq var? Bəs belə. Deməli, öyrənmək istəyirsən. Hə. Oxumaq bilirsən. Kənddə oxumaq mümkün olmadı. Sən ki bilirsən, Vasya, kənddə vəziyyət necədir? Onda əlifbadan başlayaq. Hə. Axı, bizim dəftər qələmimiz yoxdur. Bəs bu? Çörək? Hə? Bu ki çörəkdir. Biz çörəkdən hərif qayıracağıq. Əvvəlcə adını yazmağı öyrədəcəyəm. Bayram. Vasya, Bahadır yazmağı öyrət. O kimdir? Oğlumdur.